Bir oğlanın həyat yoldaşı evdən bayıra çıxarkən görür ki, bayırda bir qadınla qız uşağı oturub və bunlardan soruşur ki, siz kimsiz, sizə nə lazımdır? Qadın cavab verir ki, mən sənin həyat yoldaşının arvadıyam. Bunu eşidən qadın onları otağa dəvət edir və gətirir, qonaq otağında əyləşdirir. Deyir, burada oturub gözləyin, bu dəqiqə ərimi çağıraram, sizinlə görüşər. Və əri olan otağa keçir, ərinə deyir ki, səni bir qadın görmək istəyir. Əri soruşur ki, kimdir o qadın? Qadın yalandan deyir ki, mən bilmirəm kimdir, keçsən özün bax gör, kimdir. Və kişi ayağa qalxıb qonaq otağına keçir. Qonaq otağına keçəndə əvvəlki arvadı olduğunu görüb təəccüblənir. Əvvəlki arvadı da kişini görən kimi ağlamağa başlayır və kişi bunlara yaxınlaşıb deyir, olan olub, keçən keçib, əyləşin görək. Necəsiz? Arvad cavab verir ki, yaxşı deyilik. Deyir, mənim bura gəlməyə üzüm yoxdur. Amma məcbur olub bura gəlmişəm. Deyir, nə işdir? Deyir ki, bəs mənim ərim başqası ilə məni aldatdı və qızımla məni birlikdə bayıra atdı. Ona görə mən qızımı da götürüb sənin yanına gəlmişəm. Oğlan cavab verir ki, sən o vaxtı məni tərk edib getdin. Mən iflasa uğrayan zaman sənə dedim ki, getmə ginən. Mən çalışıb şirkətimi iflasdan qurtaracağam. Sən dedin, yox. Sən elə ömrü boyu bu vəziyyətdə yaşayacaqsan, kasıb vəziyyətində. Mən varlı biri var, onunla evlənəcəm. Və dedim ki, heç olmasa qoy qızımla görüşüm. Sən mənim qızımla da görüşməyə imkan vermədin. Mənə dedin ki, sən bir daha qızının üzünü görməyəcəksən və məni tərk edib çıxıb getdin. Mən tərk olunan gündən öldüm və səni bir dəfəlik nifrət etməyə başladım. O vaxtdan da səni öz qəlbimdən silmişəm. Bir daha səni mən bağışlaya bilmərəm. Qadın bu vəziyyəti görüb, dedi, onda biz gedək. Kişinin ikinci arvadı dedi, yox, siz heç bir yerə getməyəcəksiniz. Mən gedəcəm, siz ikiniz burada qalıb xoşbəxt yaşayarsınız. Əri ikinci arvadına dedi ki, sən gedə bilərsən. Sənə artıq bu evdə yer yoxdur. Yenə kişinin ikinci arvadı dedi ki, yox, onlar getməyəcəklər. Sən birinci arvada dedi ki, sənə ərimin şirkətində iş verəcəm, orada işləyib çalışacaqsan və orada da qalıb yaşayacaqsan. Amma qızı bizə verməlisən.
onun taleyi ilə biz maraqlanacağıq. Onun boya başa təhsili ilə biz məşğul olacağıq. Sən bu işə qarışmayacaqsan. Və belə də etdilər. İndi kişinin görürsüz ikinci arvadının qəlbinin genişliyini. Amma birinci arvad əri iflasa uğrayan kimi onu tərk edib çıxıb getdi. Və başına nə oyunlar gəldi. Ona görə həyatda heç vaxt etibarsızlıq etmək olmaz. Həyat insanın başına hansı oyunlar açacaq, onu heç kəs bilə bilməz. Həyatda yaxşı günlər də olur, pis günlər də olur. Çalışıb o pis günləri əl-ələ verib o vəziyyətdən çıxmaq lazımdır. Day tərk edib, qaçıb, var dövlət dalınca getmək lazım deyil. Diqqətinizə görə çox sağ olun, minnətdarım.